Əslində yüngül yanaşa bilərdik. Yüngül yanaşa bilərdik. Səthi ötəri deməzdim. Yəni tam dibindən yox da. Tam dibindən yox. Biz özümüz problemlərin çoxsun var ha. Çoxsun biz özümüz beynimizdə qazıyırıq. O niyə görə belə dedi? Nəş belə oldu? Bu niyə görə elə oldu? Dəfələrlə eyni şeyi heç bəlkə də o mənayla deməyib. Lap o mənayla deyibsə də, məsələn mən gecələr çöldə qalmış adam kimi, çaqqaldır, canavardır, mırıllayır orada. Yəni heç ateş açmağa gərək yoxdur. Mırıllayır, çıxır cəhənnəm olur gedir də, istəyir çöl pişiği olsun. Hələ ki mən yəni videolarımdan görürsünüz, illərdir mən gecələr çöldə qalıram. Allaha and olsun. Uzanmışam da belə özüm bilə-bilə o heyvanlar olan yerə ki, görüm nə reaksiya verəcəklər. Tüfəngiz adı qoymuşam kənara. Yenə dəyməyiblər, toxunmayıblar. Allaha, yaradana, Mir Mövsüm ağanın cəddinə and olsun. Toxunmayıblar. Gecənin bir aləmində, 3-də, 2-də. Amma gəl bax, burada uzan qal, küçədə. Gör, 10 dəqiqədən sonra insanlar təpiyləyər, dimdiyləyər. Məsəlçin deyirəm də, yəni ki, heyvanlar insana dəymir. Biz özümüz problemlərin... Zakata bax, Allaha qurban. Gözəllik. Problemlərin çoxsu, o həmişə deyirəm, blokirator beynimizdədir. Problemlərin də əksəriyyəti beynimizdə. O kovboy filmlərindəki kimi bu mənə niyə elə baxdı? Niyə belə dedi? Dedi də, baxdı da. Canavar misali, çaqqal misali yanaşınan. Əgər boğazıva tullansa, onda başını əzərsən. Dedi də, özünə nə işlər eləmişsən? Dalbadal beynində plastinka kimi fırladıb, cızıq əmələ gətirib, özünü didməcinə. Və deyirsiniz, sən yanda meşə yoxdur. Vay be.